Alış sənədinin yaradılması. Alış əməliyyatı zamanı həm məhsulun alışını, həm də ödənişini eyni sənəd üzərindən idarə etmək mümkündür. Yeni alış sənədinin yaradılması. Alışlar səhifəsinə daxil oluruq. Yeni alış düyməsinə klikləyirik. Açılan pəncərədə bu məlumatları daxil edirik. Qarşı tərəf məhsulu kimdən aldığımız seçilir. Ambar, məhsulun daxil olacağı ambar təyin olunur. Məhsullar əlavə edilir. Miqdarı və alış qiyməti yazılır. Ödənişin əlavə olunması. Səhifənin yuxarı hissəsində yerləşən sənəd yarat və ya ödəniş düyməsinə klikləyirik. Açılan ödəniş formunda aşağıdakılar qeyd olunur. Məbləğ, yəni ödənilən məbləğ. Xərc maddəsi, məhsulun alınması seçilir. Hesab, ödənişin hansı hesabdan edildiyi seçilir. Kassa, bank və s. Ödənişi saxladıqdan sonra bağla düyməsi ilə avtomatik olaraq alış sənədinə qayıdır və ödəniş həmin alışla əlaqələndirilir. Sənədin statusu avtomatik formalaşır. Tam ödəniş edilmişsə, sənəd ödənilib statusuna keçir. Hissəvi ödəniş edilibsə, sənəd tam ödənilməyib statusuna keçir. Heç bir ödəniş yoxdursa, sənəd ödənilməyib statusunda qalır. Nəticə və üstünlüklər. Eyni zamanda həm alış əməliyyatı, həm də maliyyə hesabatı aparılır. Hər bir alışın kimdən, hansı ambara, neçə manatlıq və hansı ödənişlə daxil olduğu izlənilir. Gələcəkdə ödəniş edilməmiş alış sənədlərinə borc hesabatı üzrə üzləşmə yaranır.